Mama, mən 1-2 saatlıq işim var, başıma dönüm. Zeynal sizlə qalsın da, tələsirəm. Gəlsin nana, uçsan nənən qurban. Gəl görüm, gəl. Təzənə xəbər gətirirsən. Gəlib götürəzəm birazdan sakit ol, nənəni incitmə, yaxşı? Ay, təzə xəbərləri ver görüm nənən qurban. Atanla mamanla qayırır. Ay nənə, mama ilə atacılar da hər gün dalaşırlar. Ay nənə, bütün gün evdə səndən danışırlar. Bilirəm də, işləri gücləri ancaq mənnəndir, məndən danışarlar. Məni kimi mələkdən, heç kimdən işim yoxdur. Ay, atanla maman nə yaxşı getmişdi Ağsu rayonuna? Yox ay nənə, nə Ağsu? Onlar Dubaydaydılar, səni alladıblar. Ağsu'da Dubay'da. Benim başıma taş düşse mən deyinə biləm Ağsu'dadılar. Təzahür nə xəbər var, deyən görüm. Ay nənə, o gündə atama anama iPhone 16 Pro Max aldı. iPhone 16 Pro Max səndə bala. O dalında çitənmiş alma olandan 3000 manat olan telefondan deyirsən? Hə, ondan. Deyin ay oğul. O gün səndən 3 manat istədim, ma pul vermədin, gedən Valeriyan ala, ürəyim dayanmışdır. Arvada 3000'lik telefon alırsan nə olar? Görürsən bax bunu, aparıb qoyursan mamanla atanın yastığının altına. Şirinlik duasız eşitdin məni? Yaxşı nənə, dediyin yerə aparıb qoyacağım. Gör indi sana nə cadu yazmışam, ay gəlin. Sənin o iPhone'un iCloud'a düşəcək, pamuk platası yanacaq.